Birləşmiş Ştatlarda respublikaçıların lideri Donald Trump'ın Konqres qarşısında çıxışı Ağ Evin keçmiş administrasiyasının qənaətbəxş olmayan siyasi kursunu bütünlüklə aşkara çıxardı. Dövlət başçısının çıxışında diqqət çəkən məqam Joe Bidenin siyasi kursunun korrektəyə ehtiyacı olan nəticələridir. Vaxtilə Ukraynanı Rusiya ilə müharibəyə təhrik etməklə yanaşı, onu bu çirkin senarinin zəif bəndinə çevirən Biden hökumətinin uğursuz siyasəti bununla yekunlaşmır. Ölkənin iqtisadi çətinlikləri də daha əvvəlki administrasiyadan yenisinə yadigar qalan əsas problemlərdəndir. Ağ Evin yeni administrasiyası iqtisadi problemləri aradan qaldırmağı hədəfləyir. Ən yüksək prioritetlərimizdən biri iqtisadiyyatımızı xilas eləmək və işləyən ailələrə yardım göstərməkdir. Biz son administrasiyadan iqtisadi fəlakət və inflyasiya kabusunu miras aldıq. Onların siyasətləri enerji qiymətlərini artırdı, ərzaq qiymətlərini yüksəltdi və həyatın əsas tələbatlarını milyonlarla Amerikalı üçün əlçatmaz elədi. Heç vaxt buna bənzər bir şey olmamışdı. Biz son 48 ildə ən pis inflyasiya ilə üzləşdik. Bəlkə də ölkəmizin tarixində belə bir şey olmamışdı. Trump hesab edir ki, ölkə daxili problemlərə rəvac verən digər bir amil isə qanunsuz miqrant axını ilə bağlıdır. Bu məqsədlə Trump hökuməti Amerika Birləşmiş Ştatlarında yaşamaq, işləmək hüququ verən yeni bir mexanizm üzərində işləyir. Bu qırmızı, digər adı ilə isə qızıl kartdır. Yaşıl kartdan fərqli olaraq bu kart daha yüksək maddi imkana malik olan şəxslər üçün nəzərdə tutulub. Məhz bunun nəticəsidir ki, sözügedən kartı əldə etmək istəyənlər 5 milyon dollarından keçməli olacaqlar. Joe Bidenin, Amerikanın ən pis prezidentinin rəhbərliyi altında ayda 100 minlərlə qeyri-qanuni sərhəd keçidi baş verib. Onların demək olar ki, hamısı, o cümlədən qatillər, narkotik ticarətçiləri, dəstə üzvləri və psixiatriya xəstəxanalarından gələn insanlar ölkəmizə buraxıldılar. Bizim təqdim etdiyimiz qızıl kart tezliklə satışa çıxarılacaq. Bu, yaşıl kart kimidir, amma daha yaxşı və daha mürəkkəbdir. Trump'ın prezidentlik fəaliyyətinə başlaması həm də bioloji cinsiyyətin əsas götürülməsi ilə bağlıdır. Birləşmiş Ştatların 47-ci lideri bu minvalla transgender təbliğatına bütünlüklə son qoyduğunu açıqladı. Biz tənqidi irq nəzəriyyəsinin zəhərini ictimai məktəblərimizdən çıxardıq. Mən ABŞ hökumətinin rəsmi siyasəti olaraq yalnız iki cinsin, kişi və qadının mövcudluğuna dair sərəncam imzaladım. Təhlillər göstərir ki, Vaşinqtonda yeni administrasiyanın fəaliyyətə başlaması ilə dövlət quruculuğu sistemində yeni reallıqlar özünü göstərəcək. Joe Biden rejimindən geriyə qalan problemli məsələlərin tezliklə həllini tapa bilməsi isə zamana bağlı məsələdir. Zeynəb Mirzəyeva, Real.